Hörmətli Xalq Qəzet Televiziyasının izləyiciləri, siz hazırda təhsil vaxtı verilişinə baxırsınız. Bugün də maraqlı bir mövzu ilə qarşınızdayıq. Ümumiyyətlə, cəmiyyətdə ekologiya, ekoloji maarifləndirmə, bu istiqamətində belə deyək, biliklərin artırılması və müəyyən ixtisasların yaradılması istiqamətində addımlar daim atılıb. Hazırda Azərbaycanda 1-ci ixtisas qrupunda ekoloji mühəndisi və 4-cü ixtisas qrupunda ekologiya ixtisasları var. Bu ixtisasların fərqi, ümumiyyətlə bu ixtisaslarda bildiyiniz kimi müəyyən qədər keçid balları azdır, maraq azdır və bu istiqamətdə biz söhbət açacağıq. Maraqlı qonağımız var. Sırf sahənin belə deyək, mütəxəssisi ilə söhbət edəcəyik. Qonağımız ekoloq Amin Məmmədovdur. Amin müəllim, xoş gəlmisiniz verilişimizə. Xoş gördük. Sizi təhsil vaxtı verilişini görmək çox xoşdur. Çox sağ olun. Yəqin ki, elə girişdə mən təqdimat verdim. Ekologiya və ekoloji mühəndisliyi ixtisaslarından danışacağıq. Əvvəla bilmək istədim, ümumiyyətlə bu ixtisasların fərqi nədir? Ekologiya və ekoloji mühəndisliyi. Bu ixtisaslarda, məsələn, ekologiyada bu məsələnin daha çox nəzəri tərəfidir və fundamental elmi tərəfidir. Ekologiya mühəndisliyi isə daha çox belə deyək də infrastruktur və iqtisadiyyata xidmət edən tərəfidir. Yəni ekologiya mühəndisi artıq ekologiyanın və yəni ətraf mühitin özündən çox o ətraf mühitin idarə edilməsində istifadə etdiyimiz qurğular və avadanlıqlarla bağlı fəaliyyət göstərir. Məsələn, əgər deyək ki, çaydan söhbət gedirsə, axan çaydan, o çayın üzərində hidrotexniki stansiya və yaxud da yəni hidrostansiya, hidroelektrik stansiya və ya hidrotexniki qurğular varsa, bu yəni suyun götürülməsi, suvarma üçün verilməsi və yaxud da enerji alınması, bu qurğuların idarə edilməsində artıq ekologiya mühəndisi, yəni birinci ixtisas qrupunda olan ekologiya mühəndisi və yaxud da çirkab sular tutaq ki, formalaşır, suyu əhali istifadə edəndən sonra o çirkab suyun təmizlənməsində o təmizləyici qurğular ilə bağlı iş o mühəndisin işidir. Amma ekoloqun işi, ekologiya ixtisası üzrə təhsil alan işi, o suyu, havanı, torpağı və təbiəti, yəni fauna, floranı öyrənmək, araşdırmaq və konseptual nəzəri təkliflər verməklə bağlı. Başqa sözlə, ekologiyanı bitirən yaxşı biologiyanı bilməlidir. Ola bilər, yaxşı kimyanı bilsin. Yəni, bir şərt deyil ki, hansısa dar ixtisaslaşmanı mütləq bilməli. Yəni, bioloq özü də gələcəkdə təcrübə toplayıb ekoloq ola bilər. Və yaxud da kimyaçı da ekoloq ola bilər və yaxud da hidroloq, yəni su mütəxəssisi də ekoloq ola bilər. Bəli, amma təhsil ekspertləri deyirlər ki, əksəriyyəti bu fikirdədir ki, ekologiya mühəndisliyi, ekologiya ixtisasları bunları birləşdirmək daha yaxşı olar. Və əgər bunlar bu sahəni davam etdirmək istəyirlərsə, magistraturda müəyyən ixtisaslaşma seçə bilərlər. Yəni, bakalavrda bu ixtisasların bölünməsini zəruri hesab etmirlər. Bəs Amin müəllim necə? Bunu zəruri hesab edirmi? Bu, bilirsiniz, ümumi ölkənin təhsil sistemi ilə bağlı olan məsələdir. Sırf ekologiyadan danışırıqsa, burada vacib məqam nədir? Məsələn, orta ümumi təhsil məktəblərində həmin o ekologiya aid olan fənlər ki var, onların çox yaxşı keyfiyyətli tədris olunmasıdır. Yəni, söhbət fizika, kimya, biologiyadan gedir. Təbiət fənləri, yer elmləri də deyirik onlara, lap elə coğrafiyanın özü olsun. Yəni, əgər ali təhsil mərhələsində o gənc ekoloq olmalıdırsa, o gənc yer elmlərinin haqqında təsəvvürü yaxşı olmalıdır. Amma onlar coğrafiyada imtahan vermirlər axı, nə birinci ixtisas qrupunda, nə 4-də coğrafiya yoxdur. Onlar coğrafiyanı bilmirlər. Yəni, imtahan verməsi, verməməsi burada şərt deyil. Yəni, ümumiyyətlə orta məktəbi bitirirsə, coğrafiya fənnindən o minimal elə bir bilik onlara ötürülməlidir ki, onlar gələcəkdə sahələri kimya və biologiya olsa da, coğrafi təsəvvürləri də minimum səviyyədə olsun. Yəni, ən azı üfüqün istiqamətlərini şimal, cənub, şərq, qərb və yaxud da landşaft, geologiya barədə ən belə primitiv məlumatları, yerin evolyusiyası barədə yəni məlumatları olmalıdır ki, yəni onlar sabahları kimyaçı, bioloq olsa da bilsinlər ki, məsələn, bioloq bilsin ki, dinozavrlar olub, sonra indi adi heyvanlar olub. Kimyaçı da bilsin ki, o kimyəvi maddələr yerin alt qatlarında necə formalaşır. Onda qayıdaq əsas sualımıza. Bəs bu iki ixtisasın birləşməsini labüd hesab edirsinizmi? Mənə elə gəlir ki, bu iki ixtisasın birləşməsi böyük bir dəyişikliyə səbəb olmayacaq. Amma əslində birləşməsinə ehtiyac yoxdur. Çünki bizə həm mühəndis lazımdır, həm də ekoloq lazımdır.
Nəinki bizə, dünya ictimaiyyətinə də, bizim ölkədən söhbət gedir, istənilən ölkəyə. Yəni bu belə cəmiyyətlərdə həm mühəndisə ehtiyac var, bayaq dediyim kimi o qurğuları idarə edə bilsin, mühəndis təsəvvür olsun. Eyni zamanda nəzəriyyəçiyə də ehtiyac var ki, hansı ki o məlumatlar əsasında tədqiqat aparsın, təhlil aparsın və onun təhlil və tədqiqatlarının nəticəsini artıq mühəndis öz praktik fəaliyyətini istifadə edir. Bir sözlə tək əldən səs çıxmır. Əlbəttə, yəni bunlar bir-biri ilə, bunlar iki ayrı ixtisas üzü kimi qala da bilər. Mütləq deyil ki, birləşdirilsin. Amma gələcəkdə şərt odur ki, ekoloqun gördüyü işdən mühəndis faydalansın, ekologiya mühəndisi. Mühəndisin gördüyü fəaliyyətdən də ekoloq, nəzəriyyətçi faydalansın. Amma müəllim, problemlər var. Məsələn, biz baxırıq ki, həm 1-ci ixtisas qrupunda, həm də 4-cü ixtisas qrupunda bu ixtisasların keçid balı 150 baldır. Yəni ən az bu ixtisaslara verilir. Təsəvvür edin, buraxılış imtahanından siz müəyyən qədər bal toplayırsınız və blokdan 50 bal toplasanız, blokda da nədir? Fizika, kimya, riyaziyyat və yaxud da digərində biologiya da əlavə olunur. Yəni bu fənlərdən ümumilikdə 400 baldan 50-sini yığsa kifayətdir. Sizcə, yəni 400-ə qarşı fənlərin üçünü də nəzərə alsaq, 50 bal və bu balla universitetə qəbul olmaq, yaxşı bir ekoloq olmaq, ekoloji mühəndisi olmaq üçün kifayət eləyir? Bəs niyə maraq azdır? Yox, maraq biraz fərqli səbəblə bağlıdır. Maraq ona görə az ola bilər ki, məsələn, ölkədə ətraf mühit məsələsi bəlkə o qədər çox qabarılmır. Məsələn, insanlar daha çox məsələn, iqtisadi məsələlərlə maraqlanır. Bəlkə də humanitar və siyasi məsələlərlə və yaxud da mədəniyyət məsələləri ilə. Bu siyahıda bəlkə ətraf mühit daha aşağı yerlərdədir deyə, ona görə bəlkə gənclərin marağı az ola bilər. Amma o bal məsələsinə gəldikdə, burada artıq universitet və ali təhsil sistemində rəqabət ən zəif şagirdlər, tələbələr, belə desək, ən zəif abituriyentlər o ixtisasları yazırlar. Biliyi zəif olanlar, bal az toplayanlar. Olsun, bal az toplayırlar, yazırlar, amma qəbul olduqdan sonra artıq ali təhsil mərhələsində bu artıq asılıdır. Ali təhsil müəssisəsində dərs deyən müəllimlər. Onda reallıqdan danışaq. Bəs sizcə ali təhsildə təhsil, həmin ixtisaslarda təhsilin səviyyəsi nə yerdədir? Onu qiymətləndirmək çətindir, çünki elə universitetlər var ki, məsələn, mən görürəm orada çox yüksək səviyyədədir. Yəni, məsələn, mən müşahidə etmişəm, deyək ki, lap Azərbaycanda reklam kimi bəlkə çıxmırsa deyim. Yəni, məsələn, Bakı Mühəndislik Universiteti bilirəm ki, onlarda bu ixtisas magistr səviyyəsində tədris edilir və o məzunlarla söhbətimdə baxmışam, onların çoxu artıq gələcəkdə PhD üçün müraciət ediblər xaricdə nüfuzlu universitetlərə və qəbul alıblar. Deməli, onların buradakı baza təhsili yaxşı olubdur, yəni magistr təhsili. Və yaxud da, məsələn, Neft və Sənaye Universitetimizdə, orada da səhv eləmirəmsə bu ixtisas var. Sonra Bakı Dövlət Universitetinin özünün də, məsələn, ingilis dilində hətta ekologiya fakültəsində bu tədris edilir və o gənclərlə mənim belə də təlimlərdə təmasım olub və onların arasında həqiqətən də gələcəyə ümid verən və potensialı olan tələbələr görürəm. Və bu artıq asılıdır ki, o tələbə karyerasında ekologiyanı seçəcək, yoxsa yox ola bilər ona başqa sahədən yaxşı təklif gəlsin, ekoloq kimi işləməsin. Amma ekoloq kimi işləsə, baxırsan ki, o ali təhsil müəssisəsinin verdiyi baza irəli getməyə ona kömək edir. Bünövrəsi yəni pis qoyulmayıbdır. Keçən il ölkəmizdə mötəbər bir tədbir keçirildi. COP29-dan söhbət gedir. Eləcə də ondan biraz əvvəl Yaşıl Dünya naminə həmrəylik elan edilmişdi. Dövlət səviyyəsində müxtəlif tədbirlər, geniş miqyaslı müzakirələr aparıldı. Ümumiyyətlə bütün bunlar sizcə bu tədris, yəni növbəti tədris illəri üçün həmin o ekologiya mühəndislik ixtisasına marağı artıra bilərmi? Yəni gənclər o istiqamətə daha çox maraq göstərə bilərmi? Necə düşünürsünüz? Məncə çox böyük miqyasda olmasa belə müəyyən qədər təsiri olacaq. Çünki bayaq qeyd etdiniz, məsələn, 1-ci ixtisas qrupu və 4-cü ixtisas qrupu üzrə. Məsələn, 4-cü ixtisas qrupunda əlbəttə ki, əksəriyyətin hədəfi həkimlikdir, tibbdir. Amma məsələn, həkimlik və tibb üzrə ixtisaslara balı çatmayanda ətraf mühit ekologiyanı yaza bilər və ora balı çatsa, orada təhsilini davam etdirə bilər və artıq burada o həyatda belə deyək də, o gənc həkim olmaları hədəf qoysa da, sonra baxa bilər ki, Azərbaycanda COP29 keçirir, dünyada ətraf mühit məsələsi artıq prioritet məsələdir və bir növ öz
gələcək müddətdə hədəflərini dəyişə bilər və artıq bəlkə də heç həkim, yaxşı həkim olmaz da o, amma daha yaxşı ekoloq olur gələcəkdə. Yəni o baxımdan bu cür tədbirin keçirilməsi əlbəttə ki, Azərbaycan gənc cəmiyyətində və Azərbaycan gəncində xüsusilə də bu sahəyə maraq oyadır. Və bu oyatması da marağın çox yaxşıdır. Çünki bizim gələcəkdə də ətraf mühitimizi idarə edilməsində potensiallı, belə deyək də, güclü intellektə malik olan gənclərə ehtiyacımız var. Və o gənclər də nə qədər bu ətraf mühit sahəsinə həvəslə yanaşsalar, o da imkan verəcək ki, bizim deməli, dövlət qurumlarda, özəl sektorda bu gənclərin potensialından faydalana bilsin və ətraf mühitimiz daha yaxşı idarə olunsun. Ümumiyyətlə, ekoloji mühəndisliyi, ekoloji ixtisaslardır. Bu ixtisasları həyata keçirmək üçün universitetlərimizdə real imkanlar varmı? Ümumiyyətlə, kadrlar varmı bunları hazırlaya biləcək? Hansı səviyyədədir? Səviyyə, mən deyərdim ki, qənaətbəxşdir. Yəni, belə deyək, dövlət universitetlərində bir çoxunda hansı ki, bu ixtisas üzrə tədris verilir. Orada, belə deyək də, mühazirə deyən müəllimlər olsun, pedaqoji heyət olsun, onların bir çoxu bu sahədə elmi işlər yazıb və müdafiə edib elmi dərəcə alıblar. Fəlsəfə doktoru olsun, elmlər doktoru olsun və yaxud da dosent statusu olan müəllimlərimiz var. Eyni zamanda istehsalatdan cəlb olunan müəllimlər var. Məsələn, gündəlik praktiki olaraq ətraf mühit məsələlərlə məşğul olan, ətraf mühəndisi olan şəxslər, 30-40 illik təcrübəsi olan şəxslər saat hesabı hansı universitetlərdə dərs deyir. Yəni, onların artıq ötürdüyü biliklərdən o auditoriyada olan tələbə nə isə əldə edə bilir və bir çox hallarda hətta yaxşı biliklər əldə edə bilir və sonra artıq bu biliyin düzgün istifadəsi və tətbiqi o tələbənin özündən daha çox asılıdır. Amma tədrisin özü pis deyil. Yəni, mən demirəm, dünyanın aparıcı universitetləri ilə ayaqlaşır və rəqabətə girə bilər. Amma mən deyim ki, məsələn, keçmiş Sovetlər Birliyi regionu olsun, Qafqaz regionu üçün kifayət qədər yaxşı təhsil verə bilən müəllimlər universitetlərimizdə var. Ümumiyyətlə, bu ixtisasları bitirənlər hansı qurumlarda və hansı sahələrdə işləyə bilərlər? Onların potensial iş imkanları nələrdir? Bu ixtisasları bitirmək bir növ onlara hələ ki, həyatda karyeralarını ilkin addım atmaq imkanı verir. Yəni, deyək ki, bakalavr diplomu alan və hətta magistr diplomu alan bu diplomu almaqla artıq belə karyerasında ilk addımlarını harda atmasını düşünür. Məsələn, dövlət qulluğuna imtahan vermək niyyətində olanlar bu ölkədə aparıcı bu istiqamətdə dövlət qurumu olan, yəni dövlət siyasətini müəyyən edən Mərkəzi İcra Qurumu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli qurumlarında öz karyerasını qura bilər. O dövlət qulluğunun imtahanında bilirik ki, ona da cavabdeh olan qurumumuz var. Orada da çox şəffaf formada yazılı imtahan mərhələsi, sonra müsahibə keçirilir. Bununla yanaşı xarici dil bilən və bu ixtisasın texnoloji tərəflərində mükəmməl yiyələnən gənclərimiz də var ki, məsələn, ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərində və ya xarici tikinti və digər infrastruktur şirkətlərində ətraf mühit mütəxəssisi kimi işləyə bilərlər. Məsələn, BP kimi böyük şirkət Azərbaycanda fəaliyyət göstərir və yüksək maaşla belə deyək, dil bilən və müvafiq mühəndislik proqramlarını, yəni kompüter proqramlarını tələb edən, deməli, bacarıqları olan proqramları bilən tələbələr, deməli, gənclər daha yüksək maaşlı işə müraciət edir və işə qəbul olurlar. Dövlət neft şirkətinin özündə də bu istiqamətdə həmişə ehtiyac var gənclərə və bacarıqlı gənclər bu ixtisas üzrə orada öz fəaliyyətini, karyerasını qura bilər və eyni zamanda elmi tədqiqat və pedaqoji istiqamət üzrə də kimlərsə davam etdirə bilər gələcəkdə bu sahənin professorlarına və elmi işçilərinə də çevrilə bilərlər. Bu artıq gəncin özünün bir növ həyat seçimi ilə bağlı olan bir məsələdir. Amma tələbat kifayət qədər var və yaxşı, mən deyərdim, mükəmməl öz ixtisasını yiyələnməyə müvəffəq olmuş gənclər heç də kənarda qalmır.
hansısa işlə mütləq şəkildə təmin olunur və bacarıqlarından asılı olaraq karyerada irəliləyir. Müəllim, qarşıdan elə imtahanlar gəlir. Xüsusən də gənclərdə müəyyən qismində belə bir eyferiya var ki, bəs mən bu ixtisası qutarsam işsiz qalmaq ehtimalım ola bilər. Ümumiyyətlə əvvəlki illərin keçid ballarını görürlər, müəyyən qədər belə desəm qorxu hissi yaranır. Mən istəyirəm ki, elə bax buradan bizim studiyamızdan gənclərə bir çağırış eləyəsiniz. Yəni o ixtisasların əhəmiyyətini onlara belə desək daha sadə dildə çatdırasınız və onlar o ixtisaslara maraq göstərsinlər. O gənclərin bir mentor dəstəyinə ehtiyacı var. Yəni mentor dəstəyini evdə valideyn də verə bilər və yaxud da gəncdən yaşda biraz böyük olan, amma dünya görüşü və həyat təcrübəsi olan belə deyək də qohumu, yaxını da, dostu da verə bilər və burada artıq gənc özü də maraqlanmalıdır ki, yəni o ürəyi o gəncin nə istəyir? Yəni əgər o təbiəti həqiqətən də səmimi qəlbdən sevirsə, o deməli o ekologiya ixtisasını, ətraf mühitlə bağlı ixtisası seçsə, o gələcəkdə o peşəsini də sevəcək. Yəni o baxımdan mənə elə gəlir ki, gənclər ruhdan düşməməlidir. Keçid balları həmişə şərti xarakteri daşıyır. Yəni hədəf qoyun, hədəfiniz üçün irəliləyin və geri çəkilməyin. Ola bilər universitet məktəbi qutaranda 11-ci sinifi həmin il qəbul olmasan, gələn il növbəti ildə qəbul ola bilərsən. Sadəcə məqsədindən geri çəkilməmək. Təşəkkür edirəm müəllim, gəldiniz və maraqlı fikirlərinizlə efirimizə rəngarənglik qatdınız. Çox sağ olun. Hörmətli tamaşaçılar, daha bir verilişimizin sonuna gəldik və biz sahənin mütəxəssisi olan Amin müəllimdən ekologiya, eləcə də ekologiya mühəndisliyi ixtisası barəsində müzakirə apardıq. Sizi maraqlandıran və sizi düşündürən, müəyyən qədər də sizi qorxuya salan suallara cavab tapdıq. Bugünlük bu qədər. Növbəti verilişlərimizdə görüşmək ümidi ilə.